Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə OTK-nın 28 dekabr 2025-ci il 10-cu siniflər üçün buraxılı sınaq imtahanının detallı izahına baxacağıq. İzaha başlamadan öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə buraxılış imtahanına hazırlıq qruplarımız davam edir. Qruplar haqqında ətraflı məlumat almaq və yaxud da bu qruplara qoşulmaq üçün yuxarıda qeyd olunmuş nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımızda iki əsas mövqeyə diqqət yetirməliyik. Birinci hissəmizdə 5 yaşı olduğu qeyd olunur, ikinci hissəmizdə isə artıq now bizə bildirir ki, indiki mövcud zamandan danışılır. Bu səbəbdən birinci hissəyə yazacağımız variant keçmiş zaman, bu hissəyə yazacağımız variant isə indiki zaman olmalıdır. Leave fiili qaydasız olduğuna görə leave fiilinin keçmiş zaman forması leftdir. Buna görə də doğru cavabımız birinci hissədə keçmiş zaman, ikinci hissədə indiki zaman A variantı. 57-ci sualımız mübtəda xəbər uzlaşması ilə bağlıdır. Birinci cümləmizdə söhbət onun bağçasından gedir. Artıq bu hissəmiz sadəcə əlavə olaraqdan verilib, onu daha da açmaq üçün bizə kömək edir. Lakin söhbət bağçadan getdiyinə görə xəbərin təkdə verilməlidir. Doğrudur. Nor bağlayıcısında nordan sonraki hissəyə baxıram. Onun dostu təkdə olduğuna görə xəbər də təkdə olmalıdır. And bağlayıcısı mübtədada olarsa, xəbərimiz həmişə cəmdə olmalıdır. Everydən sonra gələn isim təkdə olmalıdır, təkdən sonraki xəbərim də təkdə olmalıdır. Doğru cavabımız G variantı. 58-ci sualımızda burada verilmiş cümlə mənə bildirir ki, bu fən ya mənim gözlədiyimdən daha çətindir, ya da gözlədiyim kimi çətindir. Doğru cavabımız 1 və 4 D variantı. 59-cu sualımızda altına xətt çəkilmiş sözün sinonimi tələb olunur. Sözün tərcüməsi möhtəşəm, mükəmməl, əla deməkdir. Bu səbəbdən doğru cavabımız wonderful və fantastic. Boşluğumuzun sağ tərəfində information sayılmayan bir sözümüz var. Sayılmayan isimlərlə istifadə olunan sözlər ekranın sağ tərəfində verilib. A few və few sayılan isimlərlə istifadə olunur. Bu səbəbdən doğru cavabımız 1 və 4 C variantı. 61-ci sualımızda sifət və zərf qarışıq formada verilib. Sifət ismin qarşısında istifadə olunur, zərf isə feildən sonra gəlir. Burada oxumaq feilindən sonra gəlib boşluğumuz, bu səbəbdən zərfə ehtiyacım var. Sifətləri çıxardıram. Burada matcha ehtiyac yoxdur. Match müqayisə dərəcəsinin göstəricisidir, lakin müqayisə dərəcəsinin düzəlmə forması verilməyib. Bu səbəbdən doğru cavabımız B variantı, adi dərəcədə olan bir zərf yazılmalıdır. 62-ci sualımızda isimlərin cərgəsini tapmaq tələb olunur. Hər bir variantdan yalnız bir sifəti çıxartsam, doğru cavabımıza gəlmiş oluruq. Əhali, mərasim, kömək. 63-cü sualımız yenidən mübtəda xəbər uzlaşması ilə bağlıdır. Mübtədada sözünü varsa, sözündən əvvəlki hissəyə baxaraqdan uzlaşma həyata keçirilir. Collection sözü təkdədir, xəbər də təkdədir, doğru. Cümləmiz ing ilə başlayırsa, bu zaman xəbərim təkdə olmalıdır, yanlış. Both and varsa, hər ikisi deməkdir, bu səbəbdən də xəbərin cəmdə olmalıdır, doğru. Yenə də sözündən əvvəlkiyə baxıram. Presentation təkdə olduğuna görə xəbərim də təkdə olmalıydı. Doğru cavabımız 1-3 B variantı. 64-cü sualımızda boşluğumuzun sağ tərəfində isim var. İkinci boşluğumuzun əvvəlində by var. Bunlar artıq mənə ipucudur. Boşluğun sağ tərəfində isim olması bizə bildirir ki, adlı hallar ola bilməz. Eyni zamanda yəlik əvəzliyinin müstəqil formasında yaza bilmərəm. İki variant arasında qalıram. Bydan sonra qayıdış əvəzliyi gəlməlidir. Qayıdış əvəzliyi cümlənin mübtədasına əsasən yazılır. Cümlənin mübtədası Katie qadın cinsidir. Bu səbəbdən doğru cavabımız C variantı. 65-ci sualımızda sözün definitiona verilib, ona uyğun olaraqdan sözü tapmaq lazımdır. Bir problemi uğurla həll etmək və həmin problemin səni nəyisə nail olmaqdan saxlamasını aradan qaldırmaq. Doğru cavabımız E variantı, yəni çətinliyi, maniəni aşmaq. Digər cavablarımız aydınlaşdırmaq, təqdim etmək, müqayisə etmək, sahib olmaq doğru cavablar deyil. 66-cı sualımızda verilmiş hər bir söz sayılan tək isimdir. Bu səbəbdən də boşluqlar yazıla bilməz. En artiklı sözün tələffüzünə əsasən yazılır. Qarşısında sifət varsa, sifətin tələffüzü nəzərə alınır. New sözü N hərfi, yəni samitlə başladığına görə en artiklda ola bilməz. Bu səbəbdən doğru cavabımız E variantı. 67-ci sualımız yəlik halla bağlıdır. This təkdədir. Özündən sonra gələn isim təkdə olmalıydı. Apostrof S şəklində yazılmalıydı. İkinci cümlədə ayrıca bir xəbərim yoxdur. Demək ki, artıq buradakı ing xəbərdir. Is sleeping formasındadır. Mənim dostlarımın şəkilləri doğrudur. Bu oğlanın çantası doğrudur. Doğru cavabımız B variantı. 68-ci sualımızda antonimlər tapmaq tələb olunur.
Əsas, önəmli, ac, yorulmuş bir-birləri ilə sinonim olan sözlərdir. Doğru cavabımız 3 və 5. Dəhşətli və gözəl, canlı və ölü. Qısa mətnlərimizə keçid edək. 69-cu sualımızın tərcüməsini verək. Gələn çərşənbə günü universitetimizdə yeməkxanada mədəniyyətlərarası yemək günü keçiriləcək. Bir çox ölkədən fərqli yeməklər təqdim olunacaq. Tələbələr bu yeməklərin dadına pulsuz baxa biləcəklər. Hər kəs qoşula bilər və yeməklər vasitəsilə müxtəlif ölkələrin mədəniyyətlərini öyrənə bilər. Bu əyləncəli tədbiri qaçırmayın. A variantı yanlışdır. Yeməkxanada yemək üçün əlavə pul ödəməlisən qeyd olunur, lakin mətndə açıq formada deyilir ki, yeməklər pulsuzdur. B variantı yanlışdır. Qeyd olunur ki, mədəniyyətlərarası yemək günü gələn həftə sonu təşkil olunacaq. Mətndə gələn çərşənbə günü olduğu qeyd olunur. C variantı yanlışdır. Yeməklər vasitəsilə yalnız yerli mədəniyyət öyrənə bilərsən. Mətndə vurğulanır ki, bir çox ölkənin mədəniyyətini öyrənə bilərsən. Yerli mədəniyyəti deyil. D variantı yanlışdır. Gələn çərşənbə günü yalnız yerli yeməklər təqdim olunacaq. E variantı doğrudur. Universitet tələbələr üçün mədəniyyətlərarası yemək günü təşkil edəcək. 70-ci sualımızın tərcüməsinə baxaq. İtmiş pişik. Qara ağ rənglidir. Gözlərinin və qulaqlarının ətrafında tüklər biraz seyrəkdir. Əgər onu görmüsünüzsə, zəhmət olmasa bizimlə əlaqə saxlayın. Son dəfə ticarət mərkəzinin yaxınlığında görülüb. A variantı yanlışdır. Əgər sən pişiyi itirmisənsə bizimlə əlaqə saxla. Əgər tapmısansa əlaqə saxla kimi qeyd olunur. B variantı heç kim pişiyi hər hansısa bir yerdə görməyib, yanlışdır. Çünki axırıncı dəfə ticarət mərkəzində görülüb. D variantı yanlışdır. Çünki ticarət mərkəzində tapılıb qeyd olunub, əksinə tapılıb yox, görülüb sadəcə. E variantı da yanlışdır. Qulaqlarının ətrafında tük yoxdur kimi qeyd olunur, lakin tük sadəcə nazikdir. Doğru cavabımız C variantı, itmiş pişik axtarılır. Elanın məqsədi də itmiş pişiyin axtarılıb tapılmasıdır. 71-ci sualımızın tərcüməsinə baxaq. Diqqət! Bu şənbə günü saat 16:00-da məktəbin stadionunda futbol oyunu keçiriləcək. Hər kəs oyuna baxmağa gələ bilər. Giriş pulsuzdur. Gəlin oyuncularımızı dəstəkləyək və birlikdə əylənək. A variantı yanlışdır. Girişdə bilet almaq lazımdır. Xeyr, çünki mətndə pulsuz olduğu qeyd olunub. B variantı yanlışdır. Oyuna baxmaq pulsuz deyil yazılıb. Yenə də pulsuz olduğu qeyd olunurdu. C variantı yanlışdır. Hər kəs oyuna baxa bilməz deyilir, lakin əksinə mətndə hər kəs dəvətlidir yazılır. D variantı doğrudur. Futbol oyunu həftə sonu olacaq. E variantı isə yanlışdır. Oyuncuların dəstəyə ehtiyacı yoxdur. Əksinə dəstəyə ehtiyacı olduğu qeyd olunurdu. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. $72-ci sualımızda mətn əsasən nədən bəhs edir deyə soruşulur. Doğru cavabımız E variantı. Barselonaya yaxın bir İspaniya şəhəri. Həqiqətən də burada həmin şəhərin yerləşməsi, əhalisi, çimərlikləri, tarixi, parkları haqqında detallı formada bizə məlumat verilir. 73-cü sualımızda yanlış olan variantın tapılması istənilir. Doğru cavabımız A variantı. Mətnin əvvəlində açıq formada deyilir ki, o şəhərimiz Barselonaya yaxındır, uzaq deyil. 74-cü sualımızda verilmiş sualın cavabını tapmaq tələb olunur. Bu parkların nə ilə məşhur olduğu soruşulur. Doğru cavabımız E variantı. Qaçış və piknik üçün məşhur yerlərdir. 75-ci sualımızda verilmiş cümləni tamamlamaq tələb olunur. Bugün bir çox turist qədim Roma şəhərinin xarabalıqlarını ziyarət edir. Çünki onlar, doğru cavabımız C variantı, onun tarixi haqqında daha çox məlumat almaq istəyirlər. 76-cı sualımızda doğru olan variantın tapılması tələb olunur. Birinci yanlışdır. Şəhərdə yalnız az park yerləşir, əksinə az yox, çox qeyd olunur. İkinci cümləmiz doğrudur. Vacib Roma yaşayış məntəqələrindən biri İspaniyada yerləşir. Həqiqətən də Badalona İspaniyada yerləşir və mühüm Roma yaşayış məntəqəsi olub. Üçüncü cümləmiz də doğrudur. Badalonada çoxlu ticarət mərkəzləri vardır. Mətnimizdə qeyd olunurdu. Dördüncü yanlışdır. Qeyd olunur ki, qədim bir ərazi yoxdur. Əksinə, burada turistlərin elə qədim ərazilərə görə ziyarət etdiyi qeyd olunur. Dinləmə hələ olmadığına görə cavabları sizlə paylaşa bilmirəm. Lakin dinləməni əldə etdikdən sonra şərhlərdə cavabları qeyd etməyə çalışacağam. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.